Mən çoxlarının bilmədiyi, yaddan çıxan, xatırlanmayan başqa bir faktlarda sadalayım. Məsələn, Abdurrahman Vəzirovun Heydər Əliyevin ona münasibəti pis idi. Eləcə də Ayaz Mütəllibova da. Ötən illərdə oxudum ki, Vəzirova bu mətbuata filana çıxmayıb. Sonradan Vəzirov illər keçəndən sonra deyib, onun anası mı yoxsa atası mı ölüb Heydər Əliyevin vaxtında. Ona da şərait yaradıblar hətta. O gəlib yasda iştirak eləyib Heydər Əliyevin. Onun yeri gəlmişmiş, mən də bilmirdim. Çünki ictimailəşməyib Qənimət bəy. Mən təsadüfən Vəzirovun Amma Vəzirov həbsxanada değildi də, hər halda Vəzirov. Yəni amma daha pis şərait, pis situasiyada idi də, vətən xəyanəti, nə bilim, o qırdırıb, millət qırdırıb. Ayaz Mütəllibovunsa oğlu vəfat edəndə, səhv eləmirəmsə 11-ci il idi, yoxsa 10-cu il idi. Ona da şərait yaratdılar. O gəldi, oğlunun yası mərasimində iştirak elədi. Və bu dediyim kimi təkcə hökmdarın, dövləti idarə edən adamların rəhimdilliyindən və yaxud onlardan mərhəmət diləmək məsələsi deyil. Bu birincisi qanunun tələbidir, Qənimət bəyin vurğuladığı kimi. İkincisi də bu Azərbaycan hakimiyyəti ki, sui-istifadə edir, milli, mənəvi, dini dəyərlər, ailə ənənələri bizim üçün çox önəmlidir. Azərbaycanda qorunan, yazılmamış bir çox qanunlardan biri bu dəfn məsələsi ilə bağlıdır, ölüm məsələsi ilə bağlıdır ki, adamlar həmin günü tutaq ki, şəxsi intriqaların, düşmənçiliyin kənara qoyur. Hətta düşmən olan adamlar bir-birinin gedir, yasında iştirak eləyir, başsağlığı verir. Parlaq nümunə kimi biz Türkiyəni göstərə bilərik, qardaş ölkəni ki, baxın orada iqtidarlı, müxalifətli bir-birinin yasında iştirak eləyirlər. Prezident Ərdoğan özü gəlir iştirak eləyir. Orada müxalifətlə görüşür, müxalifətin yaxınlarına hətta xəstəxanaya düşəndə başsağlığı verir, amma ondan sonra da yenə də siyasi münasibətlərin davam elətdirirlər. Azərbaycanda bu Əli Kərimliyə qarşı bu münasibətin düşmənçilik filan adlandıra bilərik, amma mənim üçün əsas meyar cılızlığıdır.